Salam müəllimlər Birliyi Tədris Mərkəzindən Rüfət müəllim. Bizə dördbucaqlı verilir və bu dördbucaqlıdan YF tərəfini, yəni x-i tapmağı soruşur biz. Biz buradan fikir versək, LC ilə FC bir-birinə perpendikulyardır, YL ilə də YF bir-birinə perpendikulyardır. Biz F ilə elə birləşdirsək, buradan deməli iki düzbucaqlı üçbucaq alarıq və buradan biz F-i tapa bilərik. F-in kvadratı bərabərdir 3-ün kvadratı üstəgəlsin 5-in kvadratına bərabərdir 34-ə. Həmçinin F-in kvadratı bərabərdir x-in kvadratı plus 4-ün kvadratı. Yəni x kvadratı plus 16 və x kvadratı plus 16-nı da 34-ə bərabərləşdirərik. Çünki hər ikisində F-dir. X-in kvadratı 18 edir. X-i 3 kökdən 3 edir, 2 edir.